Ay bacı, bax gör mən səhv deyirəm. Mən oğlumla gəldim, mənə ziyanım var. Bax tətilə getmək istəyirlər, istirahətə getmək istəyirlər. Deyirəm mənə də aparın özünüzlə. Mən oturup bütünüzlə uşaqlara baxım da, siz də rahat-rahat gedin, gəzin, əylənin. Dünəndən düşmüşük aşağı maşına minirik. Deyirəm bala, qoy o qabaqda mən oturum ki, bir dənə də maşın harasa dəyər, maşına gəlib kimsə vurar, qoy mənə olsun nə olursa. Sən otur rahatcana arxada da. Oturdu oturmağına, amma bir fors, fason, nə bilim, bir minnətlə oturdu balaca görəsən. Deyirəm siz pul yığa bilmirsiniz də, verin pulunuzu mənə, mən saxlayım. Lazım olsa qızıma göndərin. Qız mənə deyir, lazım olsa sizə göndərin də mən ondan. Siz çölə çıxırsınız, bayra çıxırsınız. Bəlkə biri oxuyacaq, sizi üzdən çəkəcək bala. Başa düşmürlər. O gün gecə otaqlarına girmişəm. Görürəm ki, oğlumun üstü açıqdır. Üstünü örtdüm, gəldi yandı. Ay aman, bacı, bir dava saldı, bir qırğın saldı görürsən. Mən nə pis yerlədim, üstü açıq qalmış, şam böyrəyinə soyuq olur da. İsrail gün markete gedirlər. Deyirəm mənə də aparın. Sizin başınız çıxmırını almaq lazımdır. Mən sizə göstərim ki, bunu alın, almayın da. Mən görüm neçəndən arvadıyam. Gəlin bir qan saldı, bir qırğın saldı. Forsdan çıxdı, getdi bir otağa getmədi. Mən də oldum vurdum, qoltuğuma getdim, getməsindən ağarım. Yox, mən nə edirəm? İndi sən mənə də görürüm ki, ayrı babə, sənin təqsirin budur. Mən ta eləməyim o şeyi.